3 ildir ki, tikinti şirkəti ailəmi evdən çıxarmağa çalışır. Buna razı olmadığımız üçün evi zorla sökməyə çalışıblar. Bunu Bakıda evi tikinti şirkəti tərəfindən dağıdılan Həbib Hacıyev Xəzər xəbəri açıqlamasında deyib. O bildirib ki, tikinti şirkəti ona evin qarşılığında rəsmi şəkildə heç bir məbləğ təklif etməyib. Məqsədyönlü şəkildə evin içərisində ailə olduğunu bilə-bilə birinci zərbə vurub hasarı uçurdular. İkinci zərbəni də vurdular. Mən qışqırdım ki, eləməyin, Ramazan ayıdır, Allahsızlıq edirsiniz, evdə körpə var. Orada qadın olduğunu görə zərbə vurmağa davam etdilər. Şüşə anamın üstünə töküldü və xəsarət aldı. Üçüncü zərbəni də vurub dağıdıb qaçdılar. Bugün mənim ailəmdən kimsə ölmədisə və mən buna şükür edirəmsə, bu artıq biabırçılıqdır. Onlar deyirlər ki, güya mənə böyük məbləğlər təklif ediblər. 1 milyon yarım, hətta daha artıq və mən götürmürəm güya. Bir dəfə mənimlə əlaqə qurmuş səlahiyyətli şəxsə bildirmişəm ki, adekvat təklif olsa bunu dəyərləndirərəm. Amma mən evimi satmaq niyyətində deyiləm. 25 ildən çoxdur ailəm burada yaşayır deyə evi uçurulan Həbib Hacıyev bildirib. Söküntü işlərini aparan Melisa Qrup tikinti şirkətinə daxil olan FEBA MTK-nın nümayəndəsi Arzuman Murtuzayev isə Xəzər xəbərə bildirib ki, bugünkü hadisə ilə bağlı tapşırığı şirkət verməyib. İşçilər səhvən edib. Müqavilə bağladığımız işçi səhvən edib. Bilməyib ki, orada kimsə yaşayır. Səhvən olub. Həmin sahədə 55 ev olub. 54'ü razılıqla köçürülüb. Hacıyev Həbbə də bazar qiymətindən qat-qat baha 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir deyə FEBA MTK-nın nümayəndəsi Arzuman Murtuzayev bildirib. Qeyd edək ki, Bakıda tikinti şirkət tərəfindən yaşayış olan ev dağıdılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb, 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 112 qaynar telefon xəttinə Bakı şəhəri Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı şəhər Memarlıq və Şəhərsalma baş idarəsi əraziyə baxış keçirir və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün baş idarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq mühafizə orqanlarına təqdim ediləcək deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib. Təbibdən isə deyilib ki, Alatavada söküntü zamanı təcili yardıma müraciət qeydə alınıb. Bugün saat 11 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu Alatava ərazisindən müraciət daxil olub. Təcili Tibbi Yardım Briqadası tərəfindən qadın cinsli bir nəfərə stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib deyə təbibdən bildirilib. Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava massivi Abdülvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola Melisa Qrup tikinti şirkət tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.